Salam dostlar. Bugün mən zambaq soğanları çıxartmışdım dostlar bunları. Suya koydum. Vaxtım yox idi. Əkəmində əkəcəm bura. Çünki bağçamın o bir tərəfində yer yoxdur. Bunları çıxartdım. Gətirim çox sıxışıb. Keçən ildə bunlar çıxdılar, amma gül açmadılar. Hələ gül açırdılar, keçən açmadılar. Dedim yerini həm də dəyişim. Bəlkə yerləri yəni orada baxdım dikib bəlkə çürüyüb, eləyib gördüm. Düzdür, çox bir hissəsi çürümüşdü, amma qalanları inşallah. Baxın çıxartmışam da belə kökü çıxartdım. Baxın kökünə. Ki şey olmasın. Bunu elə belə də qoyacağım torpağa. Baxın görüm ha tərəfidir. Belə yemək lazımdır. Burada da bilmirəm it gəlib şey əkmişdim. Təyi oradan çıxardıb gətirmişdim bura. Kökünə torpaq elədim. Kökün bütün torpağın şey eləmişdi. Açmışdı. Burada da belə görə deyəmirəm da çıxardım, amma məcburam bura əkəcəm deyən çıxmar. Qəşəng balaca güllər, yaz güllər. Belə əkirik dostlar, bax zambağı. Bax buradan çıxacaq. Bir əllə çəkdiyimə görə tək əllə çəkəndə çox əziyyət çəkir insan. Video çəkənlər, tək çəkənlər bilir. Köməyi olanlar yaxşıdır, rahatca işini görür, kənardan çəkirlər. Amma belə tək insan çəkməyə çətinlik çəkir. Otlar da nə qədər yolursan, yenə də çoxdur. Çıxır. Yazdı deyən otlar da keçən. Dostlar, bunu sizə göstərmişdim, bilmirəm yanına açıb. Bura yadınızdadırsa, mən o böyük kanalımda çəkmişdim. Dovşan qulağı kaktus çəkmişdim. Hətta çiçəklər də vardı. Nə qədər vardı. Baxın, belə qırdım ki, bəlkə qalar. Bax, bütün qurudu. Bütün qurudu, yox, şey oldu. Qarda deməli, çox dəhşət qar keçdi. Qış çox sərt keçdi axı. Dayanmadan günlərlə qar şaxda. Deməli bu yazıq dovşan qulaqları nə günə düşdü. Bütün yandırdı. Pörsütdü, pis günə qoydu bunları. Rengi rufu bir günə düşdü. Baxın, belə olmuşdu. Burada qalıb. Yandı, qaraldı, pis günə düşdü. Baxdım ki, nə gündə. Orada vedrədə də varımdı. Vedrədə də əkmişdim, nə boyda böyük. Onların balalarından gətirib əkmişdim bura. Nə günə düşdü. Elə qəşəngcə çiçəkləyirdilər ki, pis günə düşdü. Onlar da deyəsən, hələ tam şey eləməmişəm, indi onları da sizə göstərərəm. Saxladım ki, bəlkə yenə yazın gəlişi ilə inkişaf eləyər qalanı. Bəlkə xarab olan olar. İndi onları da təmizləyəcəm. Baxacam görüm, bəlkə yaxşı qalanı var. Görüm inkişaf eləyərmi? Vaxt eləmək olmur. Hərdən biri çıxır. Bax belə. Buna baxın. Görürsünüz. Basmışam bura. Belə olur. Nə bilim. Çıxar. Amma çox əziyyət çəkmişdim bunları böyüyünəcə. Bir yarpaqdan, bir yarpaq alıb, bir yarpaqdan. Bax, orada vedrədə əkdiyimi balaca bir yarpaqdır. Bu da onların balaları idi əkmişdim bura. Balaca bir yarpaqdan böyütmüşdüm onun əziyyət. Çox əmək vermişdim. Axırı da belə oldu. Şaxtalar, soyuqlar adamın başına oyun açır. Güllərin başına oyun açır. Əziyyət çəkirsən, sonra da əziyyətin heyif olur. Balaca sarı güllər həyətdə doludur bağçada. Baxın necə qəşəng. Belə götürüb əkmişəm. Başı da quruyub. Yenə keçirəcəm bura.
Qarışqalar da bura şey döymüşəm ki, kübrə olsun. Darışıb canlı. Dünən buraları qazdım, düzəltdim. Buranı eləmədim, dedim buranı da çəkəndə eləyərəm. İt hardan gəlib çıxıb bura maraqlıdır, it keçib. Həqiqətə günə qoyub, güllərimin şey, ağacımı köküb, qazıb. Baxın, belə soğanlar, şey, yumrular. Belə bu üz üstə əkirik. Baxın, kök aşağı. Sizdə də varsa, İnşallah böyüyərlər, bu da sinə açarlar. Bu il açarlar. Baxın burada belə. Qəşəng zambaqlardır, sarı zambaqlar. Nəysə keçənlaşmadılar. Bilmirəm niyə elə oldular. Bilmirəm necə çəkirəm dostlar, əlimdə hava da biraz tutuldu. Görmürəm kameranı. Yəqin ki, yaxşı düşər. Qıymadım, inanırsınız, əlim gəlmədi bunu şey eləyəm. Çıxardım, qoy qalsın. Eybi yoxdur, gül sevərlər məni başa düşər. Baxın, çıxır. Çox da yerin dar əkmək istəmirəm. Bunlar sonra artırlar yumrularını. Ona görə istəmirəm dar olsun yerləri. Hava soyudu. Mən də nazik giyinmişəm. Belədir deyəsən. Belədir. Baxın, düşər. Otların nə qədər kökü dərindir dostlar. Otu nə qədər çıxardırsam ona bax, kökünə bax, dərinliyini. İnanırsınız, həyatdan nə qədər ot çıxardırım. Çoxdur. Kökünə baxın. Baxın, nə qədər nə dərinə gedib. Sırtıq otlardır. Gedirə də qalmadı ki. Belə. İnşallah yaxşı tutar, böyüyər, mənə qəşəng çiçəklər verərsiniz. İnşallah. Burada gətirim biraz bu hissəsinə soğan əkim. Sonra da o tərəfə əkərəm. Bazardan soğan da almışam dostlar. Cücərmiş soğan. Dedim gətirim buraya əkim. 50 qəpiyə verirdi kilosu. Buraya əkim, qalanını da buraya əkim soğan. Orada əkəcəm o tərəfə. Bunu dünəndən otlarını təmizlədim. Dəhşət ot var idi. Təmizlədim. Bir balaca yerdə nə qədər ot çıxır. Təmizlədim, dedim sabah rahat olsun biraz mənə. Burada əkəcəm, sonra gedəcəm. O bir tərəfdə əkəcəm.